Bir daha bütün qonaqları ürəkdən salamlayırıq. Məclis sahibi adından həm də öz adımızdan xoş gəlmişsiniz, səfalar gətirmişsiniz. Həmişə bax belə gözəl günlərdə cəm olasın inşallah. Və bugünün təbii ki səbəbi hər kəsə məlumdur. Bugün İsa balanın toy günüdür. İnşallah onun böyük toyunda cəm olaq. Gəlin ilk öncə İsa'nı bir gürültülü alqışlarımızla təbrik eləyək əziz qonaqlarımız. İnşallah bu alqışların davamı İsa'nın böyük toyunda olar. Allah qoysa. Bəli, bugün bizlə beraber olan bir-birindən dəyərli, Respublikamızda sevilən musiqicilər, ifaslar var. Babək qardaşımızın rəhbərliyi ilə Babəkin say seçmə musiqicilər dəvət edib bugün bura. Bakıdan gələn qonaqlarımız da xoş gəliblər, səfalar gətiriblər. Həmişə toylarda görüşək inşallah. Dəyərli musiqicilərimiz. Kameramanlarımız var olsunlar, fotoğrafımız var versin. Bəli əziz qonaqlarımız, hələ ki gözəl təamlardan yeyiniz sönmüş olsun. Biz də bir gözəl ifa eləyək inşallah. Gözler geçerdi boyudu bense diliye adam için kadar üster her sen cümlesi gözünüzde aşık kime Bəli, əziz qonaqlarımız davam edirik və bugün bizim məclisimizdə mənim dəyərli sənətkar dostum Aşıq Sahib də iştirak edir və təbii ki, sevə-sevə sahibi dəvət eləyək, buyursun, onu da təbriklərini eşidək. Və birazdan, yaxşı, xoş, birazdan. Onu da təbriklərlə davam eləyək, sahib qardaşa birazdan söz verir inşallah. Bu gözəl məqamda istərdik Fuad dayı, zəhmət olmasa buyursun. Fuad dayının da təbii ki, ürək sözlə, təbriklə doludur. Buyursun, eşidək. Dəyərli musiqicilərimizə, var olasınız. Bəli, əziz qonaqlarımız davam edirik və biz istərdik bu gözəl məqamda Şöhrət bəyin sinif yoldaşlarını salamlayaq və onları dəvət eləyək, buyursunlar. Söz, meydan, Şöhrətin sinif yoldaşlarına.
Bəli, davam edirik və mən sonunda qeyd eləmişdim. Bugün dəyərli ifaçımız Aşıq Sahib buradadır. Sevə-sevə dəvət edək, buyursun. Aşıq Sahib, təbii ki, sizlərin alqışlarınız olsa daha da gözəl, daha da yaxşı olar inşallah. Salam əziz kəlmədir. Salam təmiz kəlmədir. Salam insanların dilinə Allahdan, Peyğəmbərdən gəlmədir. Elə ver ki salamı, salam ləkələnməsin. Elə ver ki salamı, salam ikilənməsin. Həyatda cürbəcür insanlar olur. Adam var, adama taş salam verər. Adam var ömrü boyu axtarmaz səni, təsadüf gələndə tuş salam verər. Kimi əzizləyər gələn qonağı, kimi qonaq görsə sandar qalağı, kiminin açılmaz qaşı qabağı, elə bil adama daş salam verər. Kimi əzizləyər gəlib gedəni, kimi qolun açıb qucaqlar səni, kimi yenidən belə də görüşdük yəni, elə bil adama boş salam verər.